Əslində irq deyə bir şey yoxdur. Çünki irqin olması üçün insanlar arasında böyük genetik fərqlilik olmalıdır. Lakin günümüzdə yaşayan insanların genetik olaraq arasında 99,9% oxşarlıq vardır. Burada 0,1% fərqə baxsaq, bu fərqliliyin 85%-i eyni qrupa daxil olan insanlar arasındadır. 15% isə fərqli. Bu nə deməkdir? Yəni iki Afrikalı arasında olan genetik müxtəliflik bir Afrikalı, bir Avropalı və yaxud iki Avropalı arasında olan genetik fərqlilikdən çoxdur. Bunun səbəbi isə insan təkamülü Afrikada başladığından illər ərzində çoxlu mutasiyalar baş verib və burada çoxlu genetik variasiyalar, müxtəlifliklər meydana gəlmişdir. Lakin Asiyaya, Avropaya gedən insanları isə Afrikadan çıxdığından bu müxtəlifliyin çox azını götürür. Məsələn, 100 müxtəliflik varsa, bunun 60-ını götürüb getmişdir. Yəni bir Avropalının ya Asiyalının gəlib qaradəriliyə irqçilik etməsi biraz gülməli olur bu mənada. Çünki həmin Avropalı ilə Afrikalı arasında olan fərqlilik iki Afrikalı arasında olan fərqlilikdən azdır. İrq əsasən sosial kontekstdə müzakirə olunan, yaranan və mühakimə, fikirlər yürüdülən bir mövzu ola bilər.